Qafqazın böyük alimlərindən Ayətullah Şeyx Mirzə Yusif İrəvani. O, Qafqaz bölgəsinin böyük alimlərindən biri idi. Məşhur müctəhid Ayətullah Mirzə Əli Muhəqqiq İrəvaninin oğludur. 1905-ci ildə müqəddəs Nəcəf şəhərində dünyaya göz açdı. O, atasından və digər böyük alimlərdən dini elmləri, fiqh, usul və digər dərsləri öyrəndi. Hikmət və fəlsəfəyə böyük önəm verirdi. 1948-ci ildə İrana hicrət etdi. Tehranda müxtəlif məscidlərdə moizə edirdi. Dini maarifin təbliği ilə məşğul idi. Onun dərslərinə Tehranın görkəmli alimləri qatılırdı. Zöhd, təqva, daimi zikr və ilahi dəyərlərin təbliği onun həyatının əsas istiqamətlərindən biri idi. Əsəri Müstənədül Fətva fi Şərh-i Urvətül Vüsqa kimi bir əsərdir. Ayətullah Mirzə Yusif İrəvani 1991-ci ildə vəfat etdi. Cənazəsi İmam Rıza əleyhissalam hərəminin Azadi həyətinin -1 təbəqəsində 111-ci blokda torpağa tapşırıldı. Hazırda onun adı ilə Qumda və Tehranda elm və təhsil mərkəzləri fəaliyyət göstərir.